Salam, hər vaxtınız xeyir. Buraxılış imtahanına dəstək məqsədi ilə yeni bir layihəyə start veririk. Layihəmizin mövzusu buraxılışa dəstəkdir. Buraxılış imtahanına qədər silsiləvi şəkildə riyaziyyatdan imtahana düşə biləcək sual tipləri kanalımızda mövcud olacaqdır. Bu video layihəmizin ilk bölümüdür. Gəlin başlayaq. Ya Allah, bismillah. İlk nömrəli suala baxsaq, sualın şərtində bizə bir ədədi silsilə deyir və bu ədədi silsilənin 3-cü 17-ci hədlərinin cəmini 20 olaraq verib, silsilənin ilk 19 həddinin cəmini soruşur. Gəlin ilkin növbədə şərtdə bizə veriləni və soruşulanı qeyd eləyək. Şərtdə verilənimiz nələrdir? 3-cü və 17-ci hədlərin cəmidir. 20 şəklində verilib. Soruşulan ifadəmiz isə ilk 19 həddin cəmidir. Yəni S19. Ola bilər ki, imtahana düşsün, məsələn, A19-u, yəni 19-cu həddi soruşsun. Yekun olaraq bu tip sualları necə həll etmək lazımdır? Bunun qısa yolu nədir? Adətən 90% hallarda bu tip suallarda belə olur. Biz veriləni və soruşulanı açaq ayrı-ayrılıqda birinin içində digərini müşahidə eləyəcəyik və sonra gətirib yerinə qoyarıq. Baxın, birinci A3-ü açaq. A3-ü mən A1 üzərinə gəlsin 2D şəklində göstərə bilərəm. A17-ni də açaq, A1 üzərinə gəlsin 16D şəklində göstərə bilərəm. Ki, bu da 20 verilib də. İndi biraz qısa olsun deyənə birbaşa yazıram. A1-ləri toplayıram, D-ləri toplayıram. Yəni 2A1-in üstünə gələcəm. Həmən bu 18D-ni. Birbaşa yazaq, 2A1 üzərinə gəlsin 18D. 2A1 üzərinə gəlsin 18D bərabərdir 20-yə. İndi isə S19-u gəlin açaq. Təbii ki, iki növ açılışı var idi. Hansı açılış bizim üçün uyğun olsa ondan istifadə edərik. Məsələn, birinci bu açılışdan istifadə edək. 2A1 üzərinə gəlsin 18D, bölünsün 2, vurulsun 19-un özü. Elə bu bizim üçün kifayətdir. Artıq digər açılışa ehtiyac yoxdur. Bəlkə siz də artıq gördünüz. Birinin içində digər verilən artıq mövcuddur. Baxın, 2A1 plus 18D 20-yə bərabərdir. Eyni zamanda S19-un sürətində yerləşir. Sadəcə gətirib yerinə qoyacaq, bitdi. S19 bərabər olacaq 20 bölünsün 2 vurulsun 19-a bərabərdir. İxtisar getdi, oldu 10 vur 19, cavabımız 190. Demək ilk 19 həddin cəmi 190 edir. Bu şəkildə. Maraqlı sual idi. Davam eləyək. İkinci sualımıza nəzər yetirək. İkinci sualımız bərabərsizlikdir və bu bərabərsizliyin ən böyük tam həllini soruşur. Baxın, birinci bərabərsizliyin özünü qeyd eləyəcəyik və bir qədər daha rahat olsun deyənə mən birinci bu kəsiri buradan yox eləmək istəyirəm. Bunun üçün bərabərliyin sağını və solunu eyni bir müsbət ədəd olan 2-yə vururam. 2-yə vursam olacaq 12x. Digərinin artıq məxrəci itəcək və diqqətli olaq, burada çıxma olduğundan mötərizə açılmalıdır. Yeni bir ifadə var. Böyükdür 2. Üzr istəyirəm, 2-ni də vurduqda 2-yə oldu 4. İşarə də dəyişmədi, çünki müsbət bir ədədə vurduq. İndi bunu biraz da sadələşdirək də 12x-dən 9x-i çıxsaq 3x qalacaq. Burada da plus 3 qalacaq da. Yəni ki, biz bunun yerinə birbaşa yaza bilərik. 3x plus 3 sonra da böyükdür 4-dən, yəni digər tərəfdə olan 4. 3x plus 3 böyükdür 4. Aşağıdakına baxaq. 5x-i atsam digər tərəfə olacaq mənfi 3x böyükdür. Mənfi 18, mənfi 3 atıram digər tərəfə. Burada mənfi 15 yaranır. Hər iki tərəfi birinci mənfiyə vururam, qoy mənfilər itsin və işarə də tərsinə fırlanır artıq. Çünki hər iki tərəf mənfi bir ədədə vurulur. Olur 3x kiçikdir 15-dən və x-i buradan tapsaq birbaşa x kiçikdir 5 taparıq. Gəlin onda biz yuxarıdakını da elə birbaşa yazaq da 3-ü atıram bu tərəfə eləyir 1. X-i tapsam 3-də 1 şərtini ödəyəcək. Yəni ki, x böyükdür 3-də 1. Bitdi. Bu iki dənə sistemi indi biz kəsişdirəcəyik. Hardan bilirik kəsişdirərək? Çünki bərabərsizliklər sistemi deyir. Bəlkə də qarşınıza çıxa bilər. Bəzi yerdə bərabərsizliklər heyəti deyir. Şagirdlərdə çaşqınlıq yarana bilər. Nə zaman kəsişdiririk, nə zaman birləşdiririk həllər çoxluğunu. Cavab bundan ibarətdir ki, əgər bərabərsizliklər sistemi deyirsə, həllər çoxluğu kəsişməlidir. Əgər bərabərsizliklər heyəti deyirsə, həllər çoxluğu birləşməlidir. Burada sistem deyir, kəsişdirəcəyik. Birinci
açıq-aşkarda göz önündədir ki, həqiqətən 3də 1-dən böyük 5-dən kiçikdir də. Bunu biz bu cür yaza bilərik. Belə. Bir də məsələn də belə tam aydın olması üçün ədəd oxumda da təsvir eləyə bilərik. 3də 1-i qeyd eləyək. Məsələn, burada da 5-i qeyd eləyək. 3də 1-dən böyük qiymətlərdən söhbət gedir də. 3də 1-dən böyüklər bu istiqamətdə düzülən qiymətlərdir. Yəni ki, 3də 1-dən müsbət sonsuzluğa qədər davam edən qiymətlər. Digəri isə 5-dən kiçik qiymətləridir. Yəni 5-dən mənfi sonsuzluğa qədər davam edən qiymətlər. Bu iki dənə qiymətin kəsişməsinə baxarıq. Bunların kəsişməsinə baxanda da göz önündədir ki, həqiqətən görünür ki, yəni ki 3də 1-dən 5-ə qədər olan aralıq heç birisi almır bu qiymətlərin özünü, sadəcə bu aralıqdır. İndi bu aralıqda biz ən böyük tam həllə baxmalıyıq. Bu da baxan kimi aydın olur ki, ən böyük tam həlli bu aralıqda 4-dür. Bitdi. Misalımızın cavabı oldu 4. Bu da maraqlı sual idi. Gəlin keçidək digər suala, 3-cü suala baxaq. 3-cü sual. Çoxhədli ilə əlaqədar sualdır. Deməkdir ki, çoxhədlilər verilib və uyğun olaraq onların vurğulara ayırma şəkilləri verilib də. Vurğuları bu şəkildə verilib, AB hasilinin tərtibini soruşur. Gözəl sualdır. Gəlin birinci şərtdə verilənləri qeyd edək və onun əsasında həll edək. Şərtdə verilənimiz nələrdir? 2 dənə çoxhədli var. Birinci çoxhədlimiz 3x-in kvadratı çıxılsın 2x çıx 8 şəklindədir və bunun vuruğu, yəni daha doğrusu vuruqlara ayrılmış şəkli A vurulsun x minus 2 şəklindədir də. Çoxhədlinin vuruqlara ayrılmış şəkli onun digər şəklinə bərabərdir. İkinci verilənimiz var idi. Bu ikinci verilənimiz də digər bir çoxhədli idi. Bu da 2x-in kvadratı üzərinə gəlsin 3x çıxılsın 9 şəklində idi. Bunun da vurğulara ayrılmış şəkli B vurulsun x plus 3 şəklindədir. Başqa nə verilib bizə? Başqa heç bir şey verilməyib. Sadəcə AB hasilinin tərtibi soruşulur. A vur B hasilinin tərtibini tapmalıyıq. Tərtib deyəndə yəni üst. Qüvvətin özü başa düşülür. Yaxşı. Biz AB hasilinin tərtibini tapa bilməyimiz üçün birinci mərhələdə A və B-ni bilməliyik. Verilənlərə baxanda məlum olur ki, A və B eyni zamanda bir çoxhədlidir. Yaxşı, A və B-ni necə müəyyən edəcək? Normal bildiyimiz bölmə qaydası ilə A-nı tapmaq üçün bu çoxhəddini bu çoxhədliyə bölməliyəm. Biz də çoxhəddinin çoxhədliyə bölünməsi üçün qayda keçmişik də ki, bu qayda budaqlı bölmə ilə əsas götürülür də. Yəni budaqlı bölməyə əsasən hesablanır. 3x kvadrat çıx 2x çıxılsın 8. Gəlin bunu ayıraq. Budaqlı bölmə ilə bölək. X minus 2-yə. Birinci burada gərək 3x olsun ki 3x kvadratı yarada bilsin. Eyni zamanda bu tək x-a vurulmur. 2-yə də vurulur. Olur 6x burada. İndi bunları çıxsaq bir-birindən. Yuxarıdan aşağını çıxanda bunlar itir. Bunları çıxanda müsbət 4x olur. 8-i də gətirsək bura və bura bir dənə plus 4 yazsaq deyəsən tam bölünür. Olacaq 4x çıx 8. Qalıq 0-dır. Yəni ki artıq tam bölünmə gedib. Elə birbaşa da burada bunu qeyd edək. Demək ki, digər vuruğumuzu tapdıq da 3x plus 4 şəklindədir. Yəni ki, biz qeyd edə bilərik. Bizim A vuruğumuz A bərabərdir 3x plus 4 şəklindədir. Digər vurğu təyin edək. Mən qoy buranı təmizləyim çünki biraz yerləşməyəcək deyə düşünürəm. Buranı təmizləyək. Elə burada da yazaq. Digərini bölüb hesablayaq. Demək burada x plus 3'dür. Verilən çoxhədli 2x-in kvadratı üzərinə gəl 3x çıxılsın 9'dur. Birinci burada biz 2x kvadratı yarada bilmək üçün bura 2x verməliyik. Vuranda 2x'in kvadratı eləyir və tək buna vurulmur. 3'ə də vurulur. Olur 6x. Yuxarıdan aşağını çıxanda bunlar itir. Qalır burada sadəcə mənfi 3x. Bir dənə də mənfi 9'u gəlib düşürdürük bura. Birdən bura bir dənə mənfi 3 versəm tamamilə bölünəcək rahatlıqla. Və bu fərq bizə artıq 0'ı verir. Yəni ki artıq tam bölündü. Bu da bizim ikinci verilən çoxhəddinin vuruqlarından biridir. Yəni ki B'dir. B bərabərdir 2x minus 3. İndi bu hasilin tərtibinə baxacaq. A-nı B-yə vurmalıyıq. A vur B bərabərdir. Bir-birinə vuraq. 3x plus 4
vurulsun 2x minus 3 beraberdir. Vursak olacak birinci 6x'in kvadratı. Sonra olacak burada çıx 9x. Üzerine gel 8x. Çıkılsın 12 beraberdir. 6x'in kvadratı olacak çıxılsın x çıxılsın 12. Bu hasilden alınan hemen bu ifade nedir? Birinci bu ifadeye baxaq. Bu ifade çox həddidir. Bu ifadenin tertibi yani qüvvəti soruşulur. Çox həddinin bu ifadenin tertibi soruşulur. Yani qüvvəti soruşulur. Çox həddinin qüvvəti necə tapılır? Aradaki o qüvvətlər yani dərəcələr içinde en büyük olan seçilir. Çox həddinin dərəcəsi sayılır. Burada da en büyük olan 2'dir de. Yani cevabımız 2 olacak. 2 bu ifadenin derecesi olacak. Aynı zamanda da bizim misalımızın cevabı olacak. Bu şekilde. Bu da maraqlı sual idi. Davam eləyək. Digər sual. Dördüncü suala baxaq. A və B müsbət ədədlərindən söhbət gedir və bir ifadə verib, sonra da B bölü A nisbətini soruşur. Yenə təbii ki, biz birinci verilənləri yazacağıq. Verilənlərimiz nələrdir? İki verilənimiz var. Birinci verilən A və B-nin natural ədəd olmasıdır. Çox zaman şagirdlərin nəzərindən qaçır. Bu tip qeydləri götürmək lazımdır. 3 vurulsun, üzr istəyirəm, 3 plus 4 A bölünsün B. Bizden soruşulan ifade nedir? Soruşulan ifade B bölü A nisbətidir. B bölünsün A. Bu soruşulur. Yaxşı, bu tip sualları necə həll eləmək olar? Ümumiyyətlə mən sizə tövsiyə eləyərdim. Normal qaydada birinci, həmişə qısa yol axtarın. Burada qısa yol və gözə görünə bilən ən rahat yollardan biri B bölü A'ya bir x filan nəsə deyib buradan rahatlıqla hesablamaqdır. Əslində belə də hesablamaq olar. Ortaq məxrəc gətirəcəyik. Biraz sadəcə qarışıq olacaq. Əvəzləmə eləyəndən sonra ortaq məxrəc gətirəndə biraz rahat olur. Buna bir x əvəzləməsi deyək. Baxın, B bölü A x-dirsə A bölü B bunun tərsidir də, yəni 1 bölü x. Elə bil ki, bizə verilən ifadə x bərabərdir 3 üstə gəl 1 bölü x. Burada da 4 var idi də 4 bölü x. Bitti. İndi hər iki tərəfi bir dənə x-a vursam kəsir itəcək də. Hər tərəfi x-a vursam olacaq birinci x-in kvadratı bərabərdir 3x üstə gəl 4'e. İndi ben atıram bu tərəfə onları, olacaq x kvadrat çıx 3x plus 4 bərabərdir 0'a. Oldu kvadrat tənlik və çevrilmiş kvadrat tənlikdir. Yəni A əmsalı 1'dir. O zaman Viet teoremini tətbiq eləyə bilərik də. Viet teoreminə görə köklərin cəmi müsbət 3'ə bərabər olmalıdır. Köklərin hasili isə 4'ə bərabər olmalıdır. Bu iki dənədən istifadə edib kökləri təyin edərik. Demək, köklərdən biri 4 ola bilər, digəri də mənfi 1 ola bilər. Bu bizim x-ımızdır da x1 və x2 şəklində. X üçün 2 qiymət tapdıq. X nə idi? B bölü A, yəni soruşulan ifadə. Biz indi B bölü A'ya baxırıq da, elə bir ki buna x adını vermişdik. Belə yazsam bəlkə daha doğru olar. Gəlin belə yazın. X bərabərdir B bölünsün A'ya. A və B natural ədədidir. Onun üçün mən bunu burada qeyd etdim ki, gözümüzdən qaçmasın. Bu naturaldırsa, naturalların nisbəti üçün yalnız natural cavabı seçilməlidir. Düzdür, x-i biz burada mənfi 1 tapdıq. Amma bu şərti ödəmədiyindən yalnız 4'ü seçəcəyik. Və B bölü A nisbətinin cavabı 4 olacaq. Bu da misalımızın cavabı. Keçid alaq digər suala, 5 nömrəli suala baxaq. 5 nömrəli sual nisbətlə əlaqədar olan sualdır. Bu tip sualların en güzel üsullarından biri misli xarakterizə edən bir k ədədi daxil etməkdir. Məsələn, ədədin 1 misli, 2 misli, 3 misli, yəni 1 qatı, 2 qatı, 3 qatı. Baxın, verilənə baxaq. Verilənimiz x-dir. X-in, y-in və z-in nisbətidir. Baxın, bunu mən bura təkrar yazmıram. Elə gəlin bunu birbaşa belə yazaq da. X-in, y-in, z-in nisbəti uyğun olaraq 7'də 1, 3'də 1 və 21'də 1'dirsə, baxın x-a 7'də 1 k deyəcəm. Y-a deyəcəm 3'də 1 k. Z-ə də deyəcəm 21'də 1 k. Həqiqətən bir-birinə böləndə nisbət yenə eyni qalır. Başqa bir verilənimiz də var idi. 5x
Çıxılsın 2y üzerine gelsin z bərabərdir 16'ya. Soruşulan ifadə nədir? Soruşulan ifadə y-dir. Çox rahat görebilirsiniz belki de x, y, z'i yerine koyarıq. Çünkü hamısında ortak olan bir k kəmiyyəti var artık. Bir k dəyişəni var. Onu gətirib burada yerine koysak k'nı taparıq, sonra yerine koyup y-ı tapa bilərik. Yerine koysak birinci elə bil ki 5'i vuracaq 7'də 1'ə də olacaq 5 vur 7'də 1, yəni 7'də 5k. Çıxılsın digəri olacaq 3'də 2k. Üste gelsin z. Z elə 21'də 1k'dır da birbaşa bura k yazıram. Bu bərabərdir 16 verilmişdi. Bir dənə gəlin ortaq məxrəc gətirək. Ortaq məxrəc 21. 7'ye 3 dəfə, 3'e 7 dəfə olacaq burada. 14k çıx, daha doğrusu 15k çıx 14k, yəni sadəcə 1k, üzerine gəl 1k olacaq 2k. Bu da bərabərdir 16'ya. Buradan gəlin tənasüb vurub k'nı təyin eləyək. K bərabərdir 16 vur 21 bölünsün 2. 168 eləyir. İndi bizə lazım olan y-ın tapılmasıdır. Y da 3'də 1k şəklində idi də. Bərabərdir 3'də 1 vur. Bu da 168'dir. Buranda ixtisarı gedir. Bu 56 edir. Bitti. Misalımızın cevabı oldu 56. Beləliklə videomuzun sonuna geldik. Sizlere destek olmaya çalıştık. İnşallah davamlı şekilde bu növ videolarımız olacak. Sizlere uğurlar.